Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının idman zalında yeniyetmə və gənc güləşçilərin tanınmış idmançılarla görüşü təşkil olunub. Görüşdə 27-ci yay Olimpiya oyunlarının sərbəst güləş üzrə qızıl medalçısı Namiq Abdullayev, 28-ci yay Olimpiya oyunlarının Yunan-Roma güləş üzrə qızıl medalçısı Fərid Mansurov və Milli Olimpiya Komitəsinin İdman İdarəsinin müdiri Həsənağa Rzayev iştirak ediblər. Görüşün məqsədi gənc idmançıların motivasiyasının artırılması, onlarla Olimpiya təcrübəsinin bölüşülməsi və sağlam həyat tərzinin təbliği olub. Çıxış edən Olimpiya çempionları ölkəmizdə idmanın inkişafından, Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Keçdikləri şərəfli idman yolundan bəhs ediblər. Onlar böyük uğurların yalnız zəhmət, intizam, əzmkarlıq və vətən sevgisi sayəsində qazanıldığını vurğulayaraq, əldə etdikləri qələbələrin yaratdığı qürur hissini iştirakçılarla bölüşüb, gəncləri idman həyatında daim məqsədyönlü və iradəli olmağı çağırıblar. Təbii ki, əvvəllər bu cəmiyyətdə mən məşğul olmuşam, uşaqlığım, yarışlarım bu cəmiyyətdə keçib və inanıram ki, belə bir zallarda idmançılarımıza böyük bir qayğı və diqqət olacaq və onunla müqabilində də idmançılarımız bayrağımızı yüksəklərə qaldırıb himnini səsləndirəcəklər. Güləşçilərimizlə görüşmək, ünsiyyətdə olmaq, onlara bir Olimpiya və dünya çempionu kimi öz tövsiyələrimizi vermək, bu bizim müqəddəs bir borcumuzdur. Bizim yeniyetmə gənclərimizə vaxtlarından səmərəli keçməsi üçün, sağlam həyat tərzi sürməsi üçün gözəl şərait yaradıblar. Görüş zamanı yeniyetmə və gənc güləşçilər çempionlara müxtəlif suallar ünvanlayıb, onların peşəkar idman karyerasından bağlı fikirlərini dinləyiblər.